Hicab inkişafa manedir, dini geyim təhsili ləngidir və s. Deyirlər ki, hicab qızın azad seçimi deyil, sosial təzyiqdir. Bəs bir qızın sən yalnız saçını açaraq müasir dünya ilə ayaqlaşa bilərsən düşüncəsini aşılamaq necə? Bunun özü də bir sosial təzyiq deyilmi? Hicabın təhsilə mane olduğunu iddia edənlər uşaqların gözləri qarşısında göstərilən bu görüntülərə niyəsə səssiz qalırlar. Bir qız uşağının başında örtüyün olması, onun riyaziyyatı anlamasında, kodlaşdırmanı anlamasında və digər elmləri anlamasına nə kimi maneə törədə bilər? Cəmiyyətimizdə vaxtaşırı ortaya atılan və modernlik adı altında təlqin edilən belə bir köhnə fikir var. Hicab inkişafa manedir, dini geyim təhsili ləngidir və s. Bu sözləri eşidəndə insanın ağlına istər-istəməz belə bir maraqlı sual gəlir. Bunu iddia edənlər insan beyninin fotosintez vasitəsilə mi inkişaf etdiyini düşünürlər? Yəni, günəş şüaları birbaşa saç köklərinə düşməsə, beyin hüceyrələri inkişafdan qalar? Əgər belə deyilsə, gəlin məsələyə emosional deyil, məntiqlə yanaşaq. Hicabın təhsilə və ya intellektual inkişafa mane olduğunu iddia etmək əslində birbaşa elmə qarşı böyük hörmətsizlikdir. Çünki elm bizə zəkanın geyim tərzindən deyil, neyronların əlaqəsindən, insanın öyrənmə əzmindən və istəyindən asılı olduğunu göstərir. Hicabın təhsilə mane olduğunu iddia edənlər uşaqların gözləri qarşısında göstərilən bu görüntülərə niyəsə səssiz qalırlar. Bəs bu geyim, bu rəqslər uşaqların inkişafına, onların mənəviyyatına, psixologiyasına, tərbiyəsinə mənfi təsir etmirmi? Onları inkişafdan saxlamırmı? İndi gəlin sizə bu mövzuda aparılmış maraqlı bir elmi tədqiqat göstərək. Bir çox müsəlman xanım üçün hicab dini əmr olmaqla yanaşı, həm də nizam-intizam, ciddiyyət və əxlaqi məsuliyyət simvoludur. Həkim xalatı effektinə bənzər şəkildə hicab taxan tələbə də özünü daha nizam-intizamlı, dərslərinə qarşı daha ciddi və məsuliyyətli hiss edə bilir. Kolumbiya Universitetinin tədqiqatçılarının apardığı araşdırmalar göstərmişdir ki, daha rəsmi geyimlər insanlarda abstrakt düşüncə qabiliyyətini artırır. Hicabın bir çox cəmiyyətlərdə, ictimai məkanlarda rəsmiyyət, ciddiyyət və hörmət atributu kimi qəbul edildiyi nəzərə alarsak, onu deyə bilərik ki, hicab heç də analitik düşüncəyə maneə deyil, əksinə dəstək ola bilər. Tələbələrin geyim seçimində aparılmış başqa bir tədqiqatda isə göstərilmişdir ki, ciddi geyinmək onlarda özünə inamı artırır, eyni zamanda başqalarının onlara qarşı düşüncəsi ilə bağlı narahatlığı azaldır. Bu da onların birbaşa öz dərslərinə, öz işlərinə fokuslanmağına kömək eləyir. Hicab bir növ rutin və standartlaşdırılmış geyim forması kimi tələbənin hər gün nə geyinəcəyim stresindən azad edir. Bu da tələbənin zehni enerjisini rahatlıqla dərsə yönəltməsinə imkan verir. Bununla bağlı bir çox araşdırma göstərmək olar. İnanırıq ki, düşünənlər bunlardan fayda götürəcəklər. Müasir dünyada ən böyük ironiyalardan biri də budur. Qız uşaqlarının hüquqlarını müdafiə edən bəzi şəxslər onların nə geyinəcəklərini diktə etməklərində özlərinə haqq bilirlər. Deyirlər ki, hicab qızın azad seçimi deyil, sosial təzyiqdir. Bəs bir qızın sən yalnız saçını açaraq müasir dünya ilə ayaqlaşa bilərsən düşüncəsini aşılamaq necə? Bunun özü də bir sosial təzyiq deyilmi? Bu şəxslər iddia edir ki, qız uşaqlarının uşaq yaşlarından hicabla tanış olması onları cəmiyyətdən təcrid edir və inkişafdan saxlayır. Gəlin real danışaq. Bir uşağın inkişafına mane olan amillər bunlardır. Keyfiyyətsiz təhsil sistemi, valideynlərin övladlarına vaxt ayırmaması və kitab oxumaq əvəzinə uşaqların boş-boş televiziya kanalları qarşısında, sosial media hesablarında vaxt keçirməsi və başqa bir çox şeyi sadalamaq olar. Bir qız uşağının başında örtüyün olması, onun riyaziyyatı anlamasında, kodlaşdırmanı anlamasında və digər elmləri anlamasına nə kimi maneə törədə bilər? Əksinə bir çox ailələrdə dini dəyərlər, elmə hörmət, məsuliyyət, intizam kimi prinsipləri aşılayır. Çünki İslam dinində həm də elm öyrənmək fərzdir. Uşağı yerdə qoyan onun geyimi deyil, ona verilən tərbiyənin məzmunudur. Əgər bir uşaq elm öyrənə bilmirsə, geridə qalırsa, burada hicabın nə günahı var? Əgər bir ailə övladını oxutmursa, bu İslamın problemi deyil, həmin ailənin cahilliyidir. Cahilliyi isə geyimdən asılı olmayaraq hər kəsdə tapıla bilər. Axı bir uşağın və ya gəncin mənəvi dəyərlərinə sadiq qalaraq elm öyrənməsi nəyə görə təhlükəli görünsün? Mənəvi dəyərlərinə sadiq qalaraq elm öyrənməsi nəyə görə təhlükəli görünsün? Unutmayaq ki, hicab zehnini örtmür, sadəcə başı örtür. Bu isə həmin uşağın öz yaşlıları ilə oynamasına, istər fiziki, istər zehni cəhətdən inkişafına heç bir mane deyil. Gəlin qəbul edək, elmin qapısı hər kəsə açıqdır və bu qapıdan keçmək üçün hicabı qurban verməyə ehtiyac yoxdur. Yeni videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bu kimi videolarımızın daha çox insana çatması üçün videomuzu bəyənməyi və şərh yazmağı unutmayın.